Hörmətli izləyicilər, bu videoda izlədiyiniz Əli Ömərov haqqında təəssüratlarını bölüşən tanınmış və haqqı danmayan insanların tam çıxışlarına ayrı-ayrılıqda Ali Omarov YouTube kanalında baxa bilərsiniz. Həmin videolara keçid linklərini videonun altında əlavə etmişik. Bütün çıxış edənlərə öz minnətdarlığımızı bildiririk və qeyd edirik ki, videodakı ardıcıllıq çəkilişlərin aparılmasına uyğun getmişdir. Həmçinin qeyd edək ki, bəzi insanlara çıxış üçün müraciət etdiyimizə baxmayaraq, bu və ya digər səbəblərdən onların çıxışlarının çəkilişi mümkün olmamışdır. Bundan başqa, deyəcək sözü olan bir çox insanlara zamanın az olduğunu nəzərə alaraq müraciət etməmişik. Buna görə də ola bilsin ki, yaxın gələcəkdə bu silsilədən olan videoların növbəti hissələrini çəkib diqqətinizə təqdim edək. İzlədiyiniz üçün təşəkkür edirik. Bismillahirrahmanirrahim. Demək, Əli müəllimlə mən 2006-cı ildə Allah Beytinin ziyarətində olmuşuq. Əli müəllim çox gözəl bir insandır. Çox gözəl bir yoldaşlığı var. Demək olar ki, mən bir neçə dəfə Kəbə müəzzəmənin ziyarətində olmuşam. Bu Kəbə ziyarətində olan insanların ziyarət usullarına mən çox nəzər salmışam. Mən deyərdim ki, bir neçə nəfərin ziyarəti Allah bəyənən kimi onları mən görmüşəm, bir də Əli müəllimdir. Əli müəllim həmişə ziyarətgahda olanda Allaha bağlılığını bir daha öz əməli ilə sübut elədi. Allah nə cür buyurmuşdu, o cür də ziyarətlədi və gələndən sonra da bizim müəyyən münasibətlərimiz var, dostluğumuz, qardaşlığımız var, bizim ağsaqqalımızdır, Allah ona can sağlığı versin. Demək olar ki, dini məsələlərdə qarşısına çıxan hər hansı bir problem olarkən, Əli müəllim mənə telefon açır və lazımı sualları verir və mən də bacardığım qədər çalışıram ki, doğru düzgün Əli müəllimə o şəriət suallarının cavablarını çatdırım. Bu da onu göstərir ki, Əli müəllim Allaha çox bağlı bir insandır. Mənə elə gəlir ki, ailəsinə, övladlarına bağlı bir insandır. Azərbaycanımızda belə gözəl insanların olmağı demək olar ki, elə bizim xalqımız üçün, dövlətçiliyimiz üçün böyük bir şərəfdir. 24 nəfər demək, təyinata getməlidir. Ondan demək istəyirəm ki, ən yaxşı oxuyanlar, əla qutaranlar mənə ayrıca siyah almışdı. Ki, onu Əli Ömərovla xahiş edeyim ki, bunlar 5 il ancaq əl oxuyurlar. Ona zəng eləyib, az çox dedim, sən olan məni bağışla. Dedim, bəs belə. Dedi ki, Fiqun müəllim, mən bir vaxt təyin edeyim, o vaxtda sən gölləri boşalır mənim yanıma. Mən onlarla söhbət edeyim. Onların ləyaqətini, ondan sonra onların peşəkar yol düşüncəsinə inanmasam, çətin ki, mən bu məsələni həll edəm. Göndərdim, qalib gəlib elə danışdılar ki, Əli Ömərov haqqında. Mən heyran qaldım, dedi, nə qədər yüksək mədəniyyətli, nə qədər təvazökar, nə qədər insani keyfiyyətlərlə yaşayan bir insandır. Dedim ki, uşaqların hər biri haqqında o söz dedilər ki, bizi artıq təyinat verdi bizə. Sonra mən zəng elədi ki, yenə də uşaqlardan ağlım kəsən varsa, imkan daxilində göndərməm varla söhbət edir. Və orada söhbət etdi ki, kim gəlib dövlət imtahanından sənədlərinə imza eləyəcək, mən dedim ki, ancaq Əli Ömərov, başqadan bırak biz dəvət edə bilmərik. Gəldi, yazdı, oturdu, böyük hörmətlə, izzətlə onu qarşıladı və orada doğrudan da gedən imtihana razı qaldı. Mən bugün yadımda deyil ki, neçə nəfər o götürdü. Bu il Azərbaycan Dövlət Universitetindən 12 nəfərin siyahısı gəlmişdi. Hüquq fakültəsindən prokurorluğa qəbul olunmaq üçün.
dekanın və universitetin rektorunun iştirakı ilə mən o tələbələrin hamısını yığdım özlərinin iştirakı ilə. Kiminin atası ölüb, kiminin anası ölüb, kimi kətçi balasıdır, kimi yaman gündədir. Onlardan 22 nəfərini mən orqana götürmüşəm. Amma onu demək istəyirəm ki, kim onun qəbuluna düşür, kim ondan söhbət edir, qeyri-adi təsəvvür yaranmış olardı ki, insan belə olar, rəhbər belə olar. Heç kəs demək istəyirəm ki, Respublika prokuroruna dövlət imtahanında iştirak edib, onu aparata dəvət etmək, təyinat vermək, özdə heç bir təmənna güdmədən bu ancaq sənatın xidməti idi. Əli Ömərov. Onların, bəli, Əli Ömərovun xidməti idi. Onların demək istəyirəm ki, o illərində qutaran uşaqların bugün də xatirində bu məsələlər. Bugün də o illərdə qutaran və hal-hazırda prokuratura aparatında işləyən insanları dinləyirsəz, görərsiniz ki, onlar əlim-əlimə sitayiş edirlər, hörmətlə, izzətlə, çox qeyri-adi adam idi. Əlini başqalarına fərqləndirən bir cəhət vardı ki, o böyük enerji, böyük iradə ilə işə girişirdi. Nə deyirdi, ağzından nə çıxırdı, hamısı öyrənməyə çalışırdı. Əli baş prokuror olanda mən Əlini görmək, onu təbrik etmək üçün ehtiyac duydum buna. Və bir gün zəng vurub fikrimi dedim. Müəllim dedi, durma, gəl görüşək. Və hansı saatda, filan saatda. Getdim ki, Əli məni bayırda gördü. Ki, bu nə olan şey, niyə belə? Dedi, mən səni gəlib bayırda gözləyib qəbul edirəm. Mən Əli bəyin haqqında danışanda həmişə ümumiyyətlə Əlidən söz düşəndə mənim beynimdə bir hadisə dərhal oyanır. O da kişilik söhbətidir. Deməli, Əli bəy rayonda işləyəndə hələ, prokuror işləyəndə, hansı kəndlərin birindəsə cinayət törədilir və o cinayəti törədən silahı götürüb dağlara çıxır. Polislər gedirlər, nə qədər dağlarda onu tutsunlar, mümkün olmur ki, əli silahlıdır, yaxın düşə bilmirlər. Və bu axtarışda olan adamı məhkəməyə gətirmək üçün Əli Ömərov həmin adamın yaxın dostlarından birini çağırır. Ona deyir ki, sən get ona denə, gəlsin, təslim olsun. Həmin adam gedir dağda, o qaçağı tapır, söz verdi kişi kimi ki, səni tutmayacaqlar, sadəcə gəl təslim ol, qanun qayda ilə izahatı ver. Adam gəlir, təslim olur, bunun məhkəməsi qurulur. Məhkəmə vaxtı hakim buna 5-6 il iş oxuyur. Və axırda buna söz verir ki, son sözü. Həmin o tutuqlu adam durub deyir, mən bir dənə son sözüm var. O məni dağdan gətirən adamı gətirin bura, son sözümü ona deyəcəm. O adam da yaxındaymış, onu gətirirlər, organist sorumludur. Ona qayıdır ki, bəs sən məni nə adla gətirdin bura? O da deyir, valla mən neynim, mən dedilər, gətirdim sən. Bu tutulan adam tutaq deyir, bə kişilik. Bə kişilik deyəndə həmin adam Əli Ömərova baxıb. Əli özü danışır, deyir, söz mən nətər tutdusa durdum prokuror kimi. İşi geri oxudum ki, bu adam zaldan buraxılmalıdır. Deyir, məhkəmə tarixində, ömründə belə bir şey olmayıb ki, tutuklanan adamı iş kəsilsin, amma oradan da buraxılsın. Məhkəmə deyir, aləm qarışdı bir-birinə. Bir neçə dəqiqəlik fasilə ilə indilər, getdi arxa otaqdan Respublika prokurorluğuna zəng elədi ki, bəs belə bir insident olub.
Əli müəllim adamı zaldan buraxır. Təsadüfən buradakı adam da yəni Respublika prokurorunun müavini idi kimsə, deyirdi, yadımdan çıxırdı. O da əli xarakterli birisi olub, deyib, yaxşı, burax, məsələni həll eləyərik. Madam ki, otaqda kişilik söhbəti var. Qayıdıblar zala, Əli müəllim o işi geri oxuyub və deyib ki, bu adamın dediyi kimi otaqda kişilik söhbəti var. O kişilik söhbətinə görə bu adamı biz azad edirik. Bunu mən niyə danışdım? Çünki bunu hər adam eləyə bilməz. Özünə, öz saflığına arxain olan adam eləyə bilər. Öz düzgünlüyünə arxain olan adam eləyə bilər. Haqlı olduğunu sübut eləyə bilən adam ola bilər. Əli müəllimi mən uzun illərdir tanıyıram. Onu bir neçə tərəfdən xarakterizə etmək olar. Dost kimi, bir həm söhbət kimi, o əvəzsiz bir insandır. Ancaq dostluq, şəxsi münasibətlərdən kənarda Əli müəllim həm də Azərbaycanımızın tarixinin bir səhifəsidir. O, çox çətin zamanlarında xalqımızın, vətənimizin məhsul vəzifədə öz bütün varlığı ilə olan vətən məhəbbətini, il məhəbbətini, xalq məhəbbətini, özünün böyük səviyyəsini, özünün zəhmətsevərliyini, özünün hətta sağlamlığını belə fəda etmək qüdrətini bizə göstərdi. Neçə illərdir ürəyimdə çağladığım, sizə yetirdiyim bir çox sağ olun bugün deyirəm. O deyirlər, ittifaqım dağılır. İllərlə qurduğum tək başına qurduğum evimi, rifaqımı cırmaq əlimdən alırdılar. Ala bilərdilər də. Əgər siz olmasaydınız, mənim ittifaqım dağılardı. Mən bu sözü sevirəm, çünki ittifaq təməl deməkdir, ittifaq ocaq deməkdir, ittifaq sevgi, ailə deməkdir. Bax, mənim sevgimi, ailəmi, ittifaqımı dağıtmaq istəyirdilər. Qoymadınız. Mənə mənim evlatlarımın rifaqını saxladı. Mənim evlatlarımın sevgisin, insanlara inamın saxladı. Sizin addımınız. Çox sağ olun deyirəm. Mənim üçün bugün çox sevindirici bir haldır ki, dünyalar qədər xətrini istədiyim, dünyalar qədər xətri mənə əziz olan bir insanın haqqında bir-iki kəlmə söz deyəcəm. Əli Ömərov. Mənim doğrudan da əsl bir böyük qardaş kimi xətrini istədiyim bir insan olubdur. Mən ilk öncələr onu deyim ki, mənim həyatımda bir neçə nəfər dost bildiyim insanlar var ki, onlar həm maddi, həm mənəvi dəstək olublar mənim sənətə gəlməyimdə, mənim tanınmağımda. O insanlardan biri də Əli Ömərov olmuşdu. Söhbət zamanı dedim ki, bu yaxınlarda gələcək Respublika Baş Prokuroru Əli Ömərov olacaq. Öz fikrimi dedim, məndən soruşdular ki, sən hardan bildin, nə əsasən dedin. Mən dedim, qardaş, mən öz fikrimi deyirəm, Əli Ömərov bu yaxınlarda baş prokuror olur. Başa düşdüm ki, bu xalq cəbhəsi, onların qurduqları uçuruma gedəcək, o heç nə olmayacaq. Mənim sözlərimi bu Respublika Nəqliyyat Prokurorluğundan kimsə Əli müəllimə çatdırdı. Bilmirəm kimdir, nə səbəbdə onu çatdırdı. O cəmaatın içində orada
elan edir ki, məni baş prokuror qoysalar, azı mən Adil Ağayeva öz keçmiş vəzifəsinə İstintaq Şöbəsi İdarəsinə rəis qoyacağım ya da özümə mavin. Elə də oldu, bir neçə vaxt keçəndən sonra Əli Ömərov Respublika Baş Prokuror vəzifəsinə təyin olundu. İkinci ya üçüncü əmrinə əsasən məni yenə də təyin elədilər Respublika Prokurorluğunun İstintaq İdarəsinin, Baş İstintaq İdarəsinin rəisi vəzifəsinə keçirdilər. O vaxt Əli müəllimin mavinləri yox idi istintaq üzrə və mənə birinci mavinin vəzifəsini də mən icra edirdim. Onun mavini neçə vaxt işləyəndən sonra Əli müəllim məni yanına çağırdı və dedi ki, Adil, biz səninlə neçə vaxt işləyirik. İndi Respublika Prokurorluğunda bəzi vəzifələrə təyinat olacaq. Sən hansı vəzifəyə keçmək istəyirsən? Birinci mavin, istintaq üzrə mavin, Bakı şəhər prokuroru. Mən dedim ki, Əli müəllim, sizin bir köməkçiniz kimi istəyirəm Bakı şəhər prokuroru vəzifəsinə keçəm. Bu söhbət günorta saat 4-də qalmış vaxt idi. Biz onunla bir 10-15 dəqiqə bu məsələni müzakirə elədik. O, mənim və qeyri-yoldaşların şəxsi işlərini götürərkən getdi prezident aparatına və təxminən saat 6-nın yarısı idi. O prezident aparatından qayıtdı və mənə çağırarkən yanına dedi ki, səni təbrik edirəm, sən bugündən Bakı şəhər prokurorusan. Sənin haqqında nə deyə bilərəm? Birincisi, ailəmizin əzizisən. Bizim üçün çox qiymətlisən. Hər zaman olmusan, olacaqsan da. Səni çox yüksək dəyərləndirirəm. Həm gözəl bir vəfalı dost kimi, həm uşaqlarına gözəl yol göstərən bir valideyn kimi, həm çox istedadlı bir insan kimi. Allah sənə elə bir istedad verib ki, onu ancaq istəkli bəndələrinə verə bilər. Ona görə də mən çox sevinirəm ki, sənin kimi bir qardaşım var. Sənin kimi bir örnək var həyatda ki, kamil bir şəxsiyyət var ki, həqiqətən ona çoxları oxşamalıdır. Hüquq mühafizə orqanları içərisində prokuraturanın öz yeri var. Əli müəllimin də öz xarakterindən doğan səmimiyyət, sonra özünün prinsipallığı, bu işin bilmək, yəni uzun özünün təcrübəsi, sonra insanlara yanaşım, hər kəsə uşaqla uşaq, böyüklə böyük, hadisələrə düzgün yanaşma prinsipləri, yəni şablonluq yox, bir ürəklə yanaşma prinsipləri o dövrdə, yəni o gərgin bir situasiyada, o respublikada, bu sahədə bir müəyyən dəyişikliklərə gətirib çıxartdı. Bir insan kimi də çox dəyərli bir insandır, yaxşı yoldaşdır, yaxşı el oğludur. Bunların hamısı üst-üstə, həm də ki, Əli müəllim də tanınmış ictimai, siyasi bir xadimdir. O dövrdə hələ Azərbaycanda heç bir prokuror almayan bir rütbə, rang, yəni o bir rütbəyə gəlib çıxmışdı. Ordu generalı dərəcəsi almış. Ulu Öndər bunu ilk dəfə Əli müəllimə təqdim olmuş. Yəni bu zabitlik rütbəsi başqa bir prokurora verilməyib, indiyə qədər heç kimdə də olmamışdı. Bu ancaq onun xidmətləri idi. Təbii ki, müəyyən qüvvələr o dövrdə Əli müəllimin bu cür prinsipallığını, o hadisələrə düzgün yanaşımını, ölkədə gedən ictimai-siyasi proseslərə müdaxiləsini, düzgün müdaxiləsini təbii ki, götürməyən qüvvələr var idi. Və o qüvvələr hər zaman istəyirdilər ki, ölkədə pozğunluq olsun, baş pozğunluq hər tərəfdən bu prosesə təsir edən qüvvələr var idi. Onun paxıllığını çəkən insanlar çox idi. Ona görə də müəyyən dövrdən sonra prokurator orqanlarından, yəni öz baş prokurorluqdan istifa verdi və ancaq buna baxmayaraq Əli müəllimin yeri prokuratura tarixində, hüquq mühafizə orqanları tarixində öz yeri var. Əli Ömərov
millətini, dövlətini sevən bir şəxsiyyətdir. Baxmayaraq ki, Əli Ömərov baş prokuror olan dövrdə mənə həbs qəti imkan tədbiri seçibdir. Mən ona baxmayaraq Əli müəllimə mənim çox böyük hörmətim var. Niyə? Bu niyəsi çox maraqlıdır. Bəzən soruşa bilərlər ki, axı bu sizi həbs edibdir. Bəli, bu prokuror idi, bunun qanun keşiyində dayanırdı. Biz Elçibəy hakimiyyəti dövründə mən nazir idim. Görünür, haradasa nöqsanlarımız olub, bu belə bir qərar qəbul. Amma ona baxmayaraq, Əli müəllimin dövlət və dövlətçilik qarşısında olan xidmətlərini danılan adam kordur. O insanlar hansı ki, millətinə, dövlətinə xidmət edir, bu adam həmişə yeri də cənnətlikdir. Mən Əli müəllimə həmişə böyük hörmətim olub və bu gün də daha böyük hörmətim var. Ona görə ki, o adam bu gün vəzifədən də çıxsa, ordu generalıdır. Onun bugünkü gənə Azərbaycan dövlətçiliyinə olan sədaqətliyi heç kimdə yoxdur. Keş Azərbaycan ziyalılarının 10% Əli Ömərov nümunəsində olaydı. Əli Ömərov düşüncəsində olaydı. Əli Ömərov əqidəsində olaydı. Onda bilərdik ki, Azərbaycan bundan sonra da mənim qardaşımın sayəsində geniş inkişaf edəcəkdir. Azərbaycan öz müstəqilliyinin ilk illərini yaşayırdı və çətin illərini, çətin günlərini yaşayırdı. Baş verən proseslər o qədər mürəkkəb idi ki, onların həlli peşəkarlıq, yüksək peşəkarlıq tələb edirdi. Və eyni zamanda ciddi prinsipiallıq tələb edirdi. Bax, bu peşəkarlığı, bu prinsipiallığı prokurorluq orqanına rəhbərlik zamanı mən Əli müəllimdə gördüm, dəfələrlə gördüm. Məsələlərin həllində o dövlətçilik prizmasından həmişə çıxış etdi və dövlətimizin maraqlarını həmişə önə qoydu. Konkret bir neçə misal gətirə bilərəm. Məsələn, həmən dönəmdə Müdafiə Nazirliyi sistemində yenicə qurulan ordumuzun demək, formalaşdığı bir dönəmdə Müdafiə Nazirliyi sistemində ciddi maliyyə pozuntuları baş verirdi. Və bu təbii ki, hamımızı narahat edirdi. Və buna qarşı hər hansı bir tədbir görmək və bunun qarşısını almaq istiqamətində müəyyən işlər görmək lazım idi. Mənim ölkə başçısına bir neçə müraciətimdən sonra mənə ilk dəstək verənlərdən biri və orada həqiqətən də araşdırma aparılmalı və müəyyən tədbirlər görülməli olduğunu deyən və dəstəkləyən insanlardan biri həmən dövrdə məhz Əli müəllim oldu. Və onun da təsdiqindən sonra, onun da dəstəyindən sonra biz araşdırma aparıb qısa zaman içərisində Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişilməsinə müvəffəq olduq və orada müəyyən qədər səhman qayda qanunu yarada bildik. Başqa bir məsələ 93-cü ildə Azərbaycanın milli valyutası birdən-birə kəskin şəkildə dəyər itirməyə başladı və çox böyük bir devalvasiya uğradı. İllik inflyasiya gəlib 1700-1800%-ə çatdı. Belə olan halda bunun səbəblərini araşdırmaq və hansı strukturların səhv addımlarını ortaya çıxartmaq zərurəti qarşıya çıxdı. Və təbii ki, bu dönəmdə biz tarixdə ilk dəfə olaraq Mərkəzi Bank və ümumiyyətlə bank sistemində ciddi bir yoxlamalar apardıq. Birgə təşkil edildiyimiz komissiyalar və xüsusilə də Əli müəllimin və Maliyyə Nazirliyinin, yəni Prokurorluğu və Maliyyə Nazirliyinin birgə təşkil etdiyi komissiyalar bank sistemində baş verən bütün bu olayları ortalığa çıxartdı və qısa zaman içərisində biz maliyyə vəziyyətinin sabitləşməsinə nail ola bildik. Bax, həmən dönəmdə də məsələlər çox ciddi və çox kəskin şəkildə ortalığa çıxmışdı. Orada ancaq prinsipal və peşəkarlıq tələb olunurdu. Bax, bu prinsipallığı, bu peşəkarlığı məhz həmən dövrdə mən şəxsən Əli müəllimdə gördüm bir rəhbər kimi. Əli müəllim kimi bir hüquqşünasın, böyük bir mütəxəssisin təcrübəsinə, biliyinə həmişə ehtiyacımız var və ona görə də hesab edirəm ki, belə bir təcrübədən, belə bir bilikdən, belə bir imkanlardan Azərbaycan dövləti həmişə yararlanmalıdır. Əli müəllim ümumiyyətlə xarakterində, şəxsiyyətində vətəni sevmək var, dövləti sevmək var və bu da onun bütün əməllərində, işlərində həmişə göstərmişdir. Doğrusunu deyim, bizim Əli müəllimlə o vaxtlar heç yaxınlığımız olmamışdı. Sonradan biz bir neçə dəfə görüşdük və bu görüşlərin nəticəsində onun söhbətlərindən, danışıqlarından hiss elədim ki, layiqətli bir adamdır.
ləyaqətli bir kişidir, ailə başçısıdır və sizə deməliyəm ki, Əli müəllim çox səmimi adamdır. Əli müəllim uzun illər dövlət vəzifələrində çalışıbdı. Baş prokuror olubdu. Milli Məclisin üzvü olub. 91-lərin üzvü olub. Amma həyat və vəzifə istol onu heç zaman insanlara münasibətdə dəyişməyib. O qalıb. Əli müəllim bayaq dedim, niyə məsləkinə, ideyasına hörmət edən şəxsdir. Ona baş prokurorluq dövründə də az təqiblər olmamışdır. Ancaq Əli müəllim silah altında başına silah dirədilər, öldürməklə təqib elədilər, dövlət rəhbərinə qarşı sanksiya tələb elədilər, o buna getmədi və dedi, ölümümə mən hazıram, mən belə şeyə getmərəm. Bax, onun böyüklüyü, bütövlüyü budur. Onun vətənə, dövlətə sədaqəti buradan irəli gəlir. Bəlkə də başqa birisi olsaydı, çox asanlıqla mən sanksiyanı imzalayardım. Əli müəllim kadr siyasətində mən düşündüyüm qədər həmişə professionalları yanına çəkmək mövqeyində olub, ancaq kim desə ki, biraz rahat gəlir, yəni ki, kürsüdə oturmaq və nöqsansız kadr siyasəti həyata keçirmək bu mümkün olan bir şey deyil. Mən bir xətti deyim ki, o dövrdə hazırki baş prokuror Zakir Qaralov prokurorluq orqanlarından xaric olmuşdu və onu yenidən prokurorluq orqanlarına, yəni ki, Əli Ömərov gətirdi və əgər Əli Ömərov o dövrdə o jesti eləməsəydi, bugün Zakir Qaralovun indiki taleyi sözsüz ki, biraz ayrı cürdə ola bilər. Əli Ömərov fəaliyyət göstərdiyi dövrdə nə qədər müəyyən yumşaq xarakterli olsa da, sərtlik mövqelərdə, yəni ki, biraz tərslik mövqelərdə deyərdim. Ancaq mənim üçün onun sərtlik mövqeyi daha xoş idi ki, məsələn, o dövrdə mənim apardığım və rəhbərlik edin Femidə qəzetində çap elədiyim yazılarla əlaqədar heç kimin göstərmədiyi jest eləyərək ölkənin güc nazirinə, yəni Daşlar naziri Vaqif Novruzlu barədə fakt üzrə cinayət başlandı. Yəni ki, bu özü də görünməmiş bir hadisə idi və bəlkə də Daxili İşlər Naziri də gözləmirdi ki, baş prokuror ona qarşı bu qədər sərt mövqedə dayana bilər və yaxud bir qəzet yazısı ilə, araşdırma ilə bu qənaətə gələ bilər. Əli müəllimə həmişə mənim böyük məhəbbətim olub, həmişə də olacaqdır. Mən ilk dəfə müstəqil işə gedəndə, Əli müəllimin devrində təmannasız məni vəzifəyə qoyubdu. Çox şeylər demək olar, Əli müəllim böyük bir insan olub. Məni bayaq dediyim kimi, baş prokuror olanda gəlirdi, məni heç bir gözləmədən məni qəbul edirdi. Bu onun böyüklüyüdür, onun varlığıdır. Mən arzu edirəm ki, hər bir Azərbaycanlı vəzifədə olanda da Əli müəllim oxşasın. Həm qəlbən, həm kişi cəhətdə. Bugünkü gündə dövlətçiliyə Əli müəllim lazımdır. Əli müəllim gedəndən sonra Eldar Həsənov oldu onun yerində. Eldar Həsənov da çox qeyrətli kişidir. O da Əli müəllimin çörəyi yeyirdi. Biz keçmişimizə baxıb fəxr edirik. Amma bugünkü gündə indiki prokurorlara baxıb xəcələ çəkirik. Çünki xəcələ çəkməli bir vaxtdır. Mən demirəm kim nətərdir. Əli müəllim Zakir Qaralovu o qəbul elədi. Zakir Qaralovun bilirsiniz keçmişi nədir? Təbiidir. Murad Babayev'in ölübdür. Murad Babayev də tanıyırdı. Hamı içir həyatda. İçməyən adam yoxdur. Amma hər şeyin bir rankası var. Əli müəllim, sənə uzun ömür can sağlığı. Mən səndən fəxr edirəm ki, səndən çörək kəsmişəm. Fəxr edirəm ki, siz mənə qardaş demisiniz. Əli müəllim minlərlə, bəlkə də 100 minlərlə insanların xatirəsində hər zaman onu yaxından tanıyan xüsusilə sözünün sahibi, yüksək intellektual savada malik
peşəkar hüquqşünas, hər şeydən əvvəl vətəninə bağlı, vətənini sevən, torpağını sevən, müstəqil Azərbaycana sözdə yox, əməli ilə xidmət edən bir insan kimi tanınır, yadda qalır və uzun illər də bu qalacaqdır. Bunu heç vaxt unutmaram ki, o zaman 91-lər müraciət edəndə tək bir dövlət məmuru, Gəncə şəhər nəqliyyat prokuroru kimi o rütbədə, o rangda, o vəzifədə, yəni məsuliyyətli dövlət vəzifəsində olan bir Əli Ömərov imza atdı. Bu bir daha bir dövlət məmurunun o ziyalılar siyasında yer tapması Əli Ömərovun xas bir keyfiyyətdir. Çünki mən yaxından tanıdığımdan mən təəccüblənmədim, amma hər kəs təəccübləndirdi, hər kəsi bir şok vəziyyətə gətirdi ki, artıq dövlət məmurları müraciət etdi. Amma eyni zamanda bu məqamda bir keyfiyyətində deməliyəm. Musiqini, poeziyanı çox sevən bir insandır. Ümumiyyətlə, geniş mütaliə malik adam olmana yanaşı. Amma poeziyanı nəinki sevmək, onunla yaşayan bir adamdır. Dediyim kimi, sonra prokurorluq illərindən olan xatirələrimizdə işlədiyimiz müddət ərzində Əli müəllim mərdliyi ilə seçilirdi. Əli müəllim sərtliyi ilə yanaşı qəlbi çox təmiz bir insandır. Onun qəbuluna gələn insanların içərisində ancaq kimsəsizlər, kasıblar, ehtiyac içində olanlara daha çox yer verərdi, onlara daha çox dərdini dinləyərdi. Əli müəllimdə belə bir şey yoxdur ki, mənim qəbul qrafikim var, qəbul günüm var, o günə yazılsınlar, gəlsinlər, xeyr. Əli Ömərov nə zaman gələrdi və ya nə zaman çıxardı, o binanın ətrafında bir kimsəsiz dayanan, fağır bir adam əlində bir ərzəsi ilə dayanıbsa, özü çağırardı ki, niyə orada durmuşsan, gəl görün nə dərdin var. Yəni, insanların, xalqın içində olan bir insan, böyüyən bir insandır. Bu heç vaxt unutmaram, başqa bir məqam da yadımdan heç vaxt çıxmaz. Baş prokuror olduğu vaxtı və Çaykənd, biz Çaykəndi boşaldanda çox böyük orada sərt müqamətlə rastlaşdıq. Mənim təsəvvürümdə prokuror libası ilə jaketini çıxardıb, kamuflyaj götürüb, silahı ilə mən avtomat da verin, mən bu döyüşən qrupla bir yerdə gedəcəm deyən ilk prokuror insanı gördüm. Mən o vaxt rəhmətli İsmət Qayıbova da gələndə Məhəmməd Əsədovla o Çaykənd əməliyyatında Əli müəllim bu cəsarət haqqında onunla ki, Əli belə qəhrəman olub. Öz xoş sözləri də yadımdadır. Və nəhayət baş prokuror olanda Murovda döyüş əməliyyatı gedəndə mən bir daha Əli müəllimin vətənə, torpağa nə qədər bağlı olduğunu, torpaq üçün tərəddüd etmədən ölümün gözünün içinə o baxmaqla, hərəkəti ilə, əməli ilə yanaşı hər bir əskərin qaydına qalmaq. Mən uzun müddət Murovda qaldı, sonra mən gəldim, oradan 2 gün tək vəziyyətdə dura bilmirəm, gəlirəm. Gəldim, 3 gün Əli müəllimlə bir yerdə olduq. Mən bu insanın sıravi əskər olduğunu gördüm, sıravi döyüşçü olduğunu gördüm. Elə şeylər var, unudulmamalı. Əli müəllimin təbiətinə, həyat tərzinə, insani keyfiyyətlərinə, mərdliyinə, kişiliyinə üst-üstə düşməyən, yad olan bir namərd durumla qarşılaşdı. Azərbaycan Respublikasının baş prokurorluğuna hücum bu an xüsusi bir diqqət cəlb edən bir andır. Onun müəyyən hərə bildiyi kimi hər şeyi öz düşündüyü kimi, öz şəxsi prizmasından, öz qərəzli mövqeyindən ortaya qoya bilər. Amma Allah da bilir, orada çalışan insanlar da bilir, hadisələrin içində olan adam kimi mən deyəcəyim bir neçə məqam var. Birincisi, Əli Ömərov ədalətsiz heç bir addım atmadı. O məsələlərdə
qanunu, ədalətli, peşəkar və eyni zamanda cəsarətli, hər kəsə nəsib olmayan cəsarətli addımlar attı, cəsarətli qərarlar qəbul etdi. 2. Bütün o gərginliyin həddinə baxmayaraq, xəsarət almasına baxmayaraq, o Azərbaycan dövlətinə, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyə, o zamanki hakimiyyətimizə, bugünkü hakimiyyətimizə, Ulu Öndər Heydər Əliyevə sədaqətini bir daha nümayişkar ortaya qoydu. Əgər əvvəllər Heydər Əliyev Naxçıvanda idisə, o mübarizəyə qoşulmuşsa, burada canı ilə, qanı ilə ortaya qoydu. Axı, Azərbaycan prokurorluğu o ləkəni də daşımışdı ki, fəaliyyətdə olan baş prokuror Ali Baş Komandanına, prezidentinə həbs qəti imkanı tədbiri qərarını imzalamışdı. Bu da insanlarda belə bir düşüncə vardı ki, yəni belə də olması mümkündür, belə də ola bilər. Amma Əli Ömərov öz qanı canı ilə, öz qüruru ilə, öz varlığı ilə sübut etdi ki, xeyr, müstəqil Azərbaycan dövlətinin baş prokuroru onun prezidentinə belə bir addımı ölər, amma imzalamaz. Bu tarixdə əbədi yaşayacaqdır ki, yəni belə bir insanlar var ki, tökülən qanı bahasına dövlətini qorudu, prezidentini qorudu, o silahın, o avtomatların, o təzyiqlərin hamısına tab gətirdi, öz cəsarətli mövqeyini ortaya qoydu. Əli müəllim haqqında saatlarla danışmaq olar. Əli müəllim dediyim kimi, bütün peşəkarlığı ilə, yüksək hüquqi savadı ilə, cəsarəti ilə, kəsəri ilə, təpəri ilə əlindən almaq mümkün olmayan mərdlik, kişi siması, etibarı, səxavət siması bu Əli müəllimə qanuna hopmuş bir, bəlkə də bu genindən gələn bir əbədi varlıqdır. Mənim çox qədim dostum Əli müəllim Ömərov gözəl bir insandır. Əvvəla biz onunla həmyerliyik. İkinci, Azərbaycan prokurorluq sistemində mənim tanıdığım çox mərd baş prokurordan oldu. Bir də yaxınlarda bir yerdə söhbət oldu. Prokuratura işçisi oturmuşdu orada. Mən bunu tanımırdım. Tanısam da onu demərim, çünki sonra tutarlar qulağından ki, sən niyə belə demirsən, biz dura. Söhbət düşdü prokurordan, dedi ki, Əli müəllim mənim tanıdığım baş prokurordan ən təmiz insanlardan biri. Mənə çox ləzzət verdi bu. O da bilmirdi ki, mən Əli müəllimi yaxşı tanıyıram. Mənə bir sual verdi və bu sualı o dediği sözü əsaslandırdı. Əli müəllimin çox gözəl yumor hissi var. Çox gözəl o danışıq qabiliyyəti, nitq mədəniyyəti öz elində açıq ürəyi var. İnsanlarla bölüşməyi bacarır. Əli müəllimdə bir xəsiyyət də var idi. Nə qədər ciddi idisə, nə qədər tələbkar idi, o qədər də yumuşaq idi. O qədər də yumuşaq idi. Bunun üçün o qədər çətinlik deyildi ki, hansısa kasıba, hansısa yazığa, hansısa fağıra kömək eləsin, güzəştə getsin. Bunun üçün adi şey idi ki, dostun, tanışın qanun çərçivəsində olan xahişlərini həyata keçirir. Bir şeydə deyim, bəzi adamlar bilmir, Əli müəllim də yəqin təvazökarlığından demir. Bu prokuratura sistemində Azərbaycanda ən yüksək rütbə Əli müəllimdədir. Bunu hərbi dildə desək, general armiyadır, səhv eləmirəm, general armiyadır. Bir nəfər də olsun bizdə Azərbaycanda o rütbədə adam yoxdur. Əli müəllimlə birgə biz ağır bir cinayət hadisəsi törənmişdi. O cinayət hadisəsinin son dərəcə mürəkkəb hadisə olduğuna görə onun açılması qətl hadisəsi idi. Açılması çox çətin idi. Lakin bunun öhdəsindən Əli müəllim yüksək peşəkarlıqla gələrək özünün istintaq taktikasını, xüsusi taktikası tətbiq edərək bu hadisənin açılmasına nail oldu və beləliklə də günahkar şəxs tapılaraq məhkəmə qarşısında cavab verdi və lazımi layiqli cəzasını aldı.
Əli müəllimin haqqında, yəni onun xidməti fəaliyyəti haqqında belə çoxsaylı epizodlar, faktlar danışmaq mümkündür. Bir daha vurğulamaq istəyirəm, Əli müəllim həmişə peşəkar insan kimi, peşəkar mütəxəssis kimi mübarizə orqanları fəaliyyət göstərdiyi anda sədaqətlə Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət etmişdir. El arasında gözəl bir ifadə var. Deyirlər ki, peşəni xalq arasında nüfuza mindirən onun peşənin sahibçi olur. Əli müəllim də peşənin, hüquqşünaslıq peşənin sahibi kimi və təmsil olduğu prokurorluq orqanlarının təmsilçisi kimi həmişə həm bu orqanın, həm də hüquqşünaslıq peşəsi xalq arasında həm yüksək insani, əxlaqi, mənəvi keyfiyyətlərinə görə, eyni zamanda özünün yüksək peşəkarlıq qabiliyyətinə görə, peşəsinin sədaqətinə görə nüfuza mindirmişdir. İlk dəfə görüşəndə Əli müəllim məndə çox yüksək təsirat yaratdı. Çox yüksək, hər cəhətdən sadəliyi, dünya görüşü, savadı və digər müsbət cəhətlər nöqteyi nəzərdən. Və sonraki mənim fəaliyyətim dövründə mən bu ilk təəssüratımın yanılmadığının şahidi oldum. Rəhbər üçün ən yüksək keyfiyyətlərdən biri işçinin əməyinin qiymətləndirilməsidir. Əli müəllim fərqlənən işçiləri, onların əməyini ən yüksək qiymətləndirirdi. Çox xeyirxah bir insandır Əli müəllim. Deməli, kiminsə idarədə ad günü olar, kiminsə bir xeyir işi olar. Böyük bu işlərin təşkilatçısı kimi məhz Əli müəllim çıxış edirdi. Bütün məclisləri idarə edir və öz xeyir dualarını verirdi. Bu onun yüksək ürəyə, sadəliyə, dünya görüşü malik olmasına dəlalət edirdi. Əli Ömərov deyəndə mənim qarşıma son dərəcə savadlı müstəntiq, mərd bir insan, etibarlı bir dost canlanır. Biz Əli ilə 80-ci illərdə, səhv eləmirəmsə, 70-ci ilin sonunda, 80-ci illərdə o vaxtki Kirabat şəhəri prokurorluğunda bir yerdə ikimiz də belə deyək də, baş müstəlik işləyirik. Mən düzü Əli Ömərov baş prokuror olanda mən Əlidən özümə qarşı hörmət gözləyirdim. Amma Əlinin mənə qarşı o hörmətinin o yüksək dərəcədə olacağını mən gözləmirdim. Əli həmişə belə bir sözü deməsəm ürəyim yanar, partlayar. Əli özünün saflığının, etibarının qurbanı olub həmişə. Çox təəssüf ki, Əli o saf etibar elədiyi adamlar ona adekvat münasibətdə olmuyor. Amma nə olar? Əli heç şey itirməyib. Əlini tanıyanlar bilir ki, Əli təmiz kişi adamdır Əli. Respublikada çox hörmətli prokurorlardan biri olan rəhmətli İlk Fətəliyev kollektiv içərisində Əli müəllimin xatirini daha fərqli cəhətdən, yüksək səviyyədə istəyir, Əli müəllimə böyük hörmətlə yanaşır və Əli müəllimi həmişə bizə təqdim edərdi ki, bu ermənilərə qarşı Stepanakertdə qəhrəmanlıqla sinə gərmiş, öz vəzifəsini çox ləyaqətlə yerinə yetirmişdir. Və burada da Gəncə şəhərində də ictimaiyyət arasında, dostlar arasında, hüquq mühafizə sistemi işçiləri arasında böyük hörmət və ləyaqətə malik idi Əli müəllim. Mən Respublika Prokurorluğunda Ümumi Nəzarət İdarəsinin rəisi olanda Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş prokuroru Samvelov Xaçatur Sumbadoviç adlı bir şəxs Ümumi Nəzarət İdarəsinin böyük prokuroru vəzifəsində çalışırdı. O Əli müəllimdən maraqlı bir şey danışdı bir dəfə. Bildirdi ki, bir gün hansısa bir cinayət işi ilə bağlı Gevorkovda o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin birinci katibi idi. Büro üzvlərini yığır və başlayırlar həmin cinayət işinin
cinayət işi barədə məlumat dinləməyə, müzakirə deməzdi, məlumat dinləməyə başlayırlar. Orada belə bir məqam meydana çıxır ki, nikah yaşı Azərbaycan Respublikası qanunvericiliyində necə müəyyənləşir? Əli müəllimə sual verir ki, Azərbaycan Respublikası qanunvericiliyində bunu Samvelov mənə danışır. Nikah yaşı necə müəyyənləşdirilib? Əli müəllim deyir ki, qanunvericiliyə görə 18 yaş nəzərdə tutulub. Ancaq zərurət meydana gəldiyi hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən həm qadın, həm kişi üçün həmin yaş həddi 1 yaşda azaldıla bilər. Yəni 17 yaşda ola bilər. Bu Gevorkovun xoşuna gəlmir. Başlayır büro üzvlərindən bir soruşmaq ki, sənin fikrin necədir? O da deyir ki, qanunvericidə belə şey yoxdur. Polis rəisindən soruşur. O vaxtı KGB var idi, Dövlət Təhlükəsizlik Komitəsi. Onun rəhbərindən soruşur. O da deyir, qanunvericidə belə şey yoxdur. Məhkəmədən, hakimdən soruşur, məhkəmə sədrindən. O da deyir, qanunvericidə belə bir şey yoxdur. Ən nəhayət gəlir Samvelovdan soruşmağa. Samvelovdan soruşur. Samvelov da deyir ki, bəli, siz düz deyirsiniz, hörmətli Gevorkov. Bəs Azərbaycan qanunvericiliyində Əli Ömərovun dediyi şəkildə məsələlər tənzimlənmir. Əli müəllim orada erməni dilində hamısının xətrinə dəyən nəsə bir söz deyib, məclisi tərk edir. Gəlir vilayət prokurorluğuna, bir neçə dəqiqədən sonra Samvelov da gəlir vilayət prokurorluğuna və Əli müəllimlə Samvelov arasında çox kəskin bir orada söhbət olur ki, axı sən prokurorluq orqanının əməkdaşısan, sən ki qanunvericiliyi bilirsən, sən də orada məni müdafiə etmədin. Samvelov cavab verir ki, sən düşünürsən ki, mən Gevorkovun sözünün üstündən söz deyib, Azərbaycan qanunvericiliyinin Gevorkovun sözündən üstün olmasını deməyə hünərim çatardı mənim. Gevorkov şübhəsiz, Əli müəllim Samvelovun dediyinə görə cinayət işin zadını təhvil verir, bütün əşyalarını götürür, gəlir Azərbaycana, Bakı şəhərinə. Bunun dalıcanda Gevorkov Mərkəzi Komitəsi məktub göndərir, xahiş edirəm, Əli Ömərov təcili olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğundan azad edin, ancaq bir şərtə, ona Bakıda indiki tutduğu vəzifədə və yaxud Azərbaycanın digər rayonlarında onun indiki vəzifəsindən üstün bir vəzifə verin. O vaxt Əli Ömərov Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğunun baş müstəntiqi işləyirdi və onu Gəncə şəhərinə gətirdilər və tutduğu vəzifədən elə Gəncə şəhərinin özü, mühitin özü elə Dağlıq Qarabağdan dəfələrlə mümbit bir mühit idi, şəhər idi və Əli müəllim ora baş müstəntiq vəzifəsinə təyin etdilər və ondan sonra da onun inkişaf karyerası başladı. Bakı Şəhər Məhkəməsinin sədri kimi o mənə bir dəfə Respublika Prokurorluğunda keçirilən tədbirə dəvət etdi. Tədbir nə ilə bağlıdır, yadımda deyil. Mən onu bilirəm ki, İlyas müəllim də həmin vaxtda Ədliyyə Naziri idi. Biz onunla birlikdə prokurorluğa gəldik və onun iş otağında, kabinetində oldum. Bu mənim çox gözəl yadımdadır və dəvət olunanlar hamısı elə ayaqüstə bir-iki oturub, durub söhbət edirdik ki, tədbirin başlanma vaxtını gözləyirdik. Sonra belə bir yaxşı, maraqlı hadisə oldu. Onun müavinlərindən biri İsaxan Vəliyevin toy məclisi oldu. Toya biz Əli müəllimlə nə ilə əlaqədar birləşdik, getdik, o da xatırlar. Onu biləm ki, bir yerdə getdik, bir yerdə əyləşdik və orada bizim hakim yoldaşlarımızdan biri Həsənov İlham Dordu idi. O yadıma düşür ki, onlar xeyla bir-birinə zərafatlaşdılar, elədilər. Mən bunların nə ilə əlaqədar demək istəyirəm. Mən istər o rayon müstəntiqi işləyəndə, istər də Respublika Prokurorluğuna rəhbərlik edəndə sadəlikdən, səmimiyyətdən başqa ayrı bir şey hiss eləməmişəm, fərq görməmişəm, bilməmişəm. Əli Ömərovu Respublika Prokurorluğu müavini işləyən vaxtdan tanıyırım. Mənim də 1978-ci ildə o vəzifə təyinləmişdilər. Özü bir hadisə mənim yadımda qalıb ki, bu vaxtda hansı səbəbdənsə eşitdim, Dağlıq Qarabağ Muxtar Vilayətinin vilayət katibi, Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayət
birinci katibini Yevorkovu partiden çıxartmaq istəyirdi. Mən bunu eşitdim, əlbəttə mən istəməzdim ki, Yevorkov bir Azərbaycan heç atanızdan tanış da deyildim, partidən çıxartsın və bir növ tərəfkeşlik elədim. Tanımaya atanızı Yevorkovdan xilas eləməkdən ötəri tələsik məsələ qaldırdım, onu Gəncəyə dəyişdik baş müstəntiq. Atanız Dağlıq Qarabağ Vilayət Prokurorluğunda baş müstəntiq vəzifəsində işləyirdi, erməni dilində yaxşı bilirdi, özünü də sərbəst aparırdı. Əli müəllim ölkəmizin ədliyyə orqanlarında namusla, qeyrətlə çalışmış fədakar insanlardan biridir. Heç də təsadüfi deyildir ki, Əli müəllim Azərbaycan ədliyyə orqanlarında yeganə ordu generalıdır. Bu, bizim hər birimiz üçün, o cümlədən qəlbi Azərbaycandan olan insanlar üçün bir qürur mənbəyidir. Biz Əli müəllimlə bir yerdə eyni komandada çalışmışıq. Mən o zaman Əli müəllimin peşəkarlığına, insanpərvərliyinə, humanizminə heyran olmuşdum. Əli müəllim çox sadə bir insandır. Respublikanın baş prokuroru olmasına baxmayaraq, o sadə davranmağa, insanlarla, sıravi insanlarla görüşməyə, onların dərdlərini dinləməyə, yeri gəldikdə onlara əlac etməyə üstünlük verən şəxslərdən biridir. Əlbəttə, Əli müəllim savadlı hüquqşünas idi. Hüquq qanunlarını gözəl bilirdi və az bir müddət ərzində Respublikada demək olar ki, həmin devirlərdə hakimiyyət əleyhinə olan ünsürlər çoxluq təşkil edirdi. Hər yerdə sui-qəsdlər, ağır cinayətlər törədilirdi. Törədilən cinayətlərin əksəriyyətinin üstü bağlı idi. Respublika prokurorluğunun da bu işlərdə köməyi çox oldu ki, həmin qrupların əlbəttə əksəriyyəti olmasa da xeyli hissəsi tərk-islah olundu, silahlar yığıldı. Həmçinin az bir müddətdən sonra Azərbaycanda sabitlik, sakitlik əmələ gəldi. Əli müəllimi mən Dağlıq Qarabağ Muxtar Respublikasında prokurorluq orqanlarında işlədiyi vaxtdan tanıyıram. Həmişə çox vicdanlı, qeyrətli, vətənpərvər, prinsipal, savadlı, öz işini kamil bilici kimi özünü göstərib. Əli müəllim Dağlıq Qarabağda hələ Sovet dövründə Azərbaycan əsilli insanların əsl hamisi kimi özünü göstərib. Və bir çox mürəkkəb işlərin açılmasında onun dəst xətti yaddan çıxan hadisələrdən deyil. Təsadüfi deyil ki, Xocalı hadisəsi ilə bağlı Deputat İstintaq Komissiyasının fəaliyyətində ən fədakarlıq göstərən hüquqşünaslardan biri də Əli müəllim idi. Və elə bunun nəticəsidir ki, Xocalı ilə bağlı Parlament Deputat İstintaq Komissiyasının yekun rəyinin elan edilməsi də Əli müəllimə etibar edildi. Əli müəllim bir hüquqşünas prinsipallığı ilə hər kəsənin öz əməllərinin olduğu kimi tədqiq olunmasına, Xocalı hadisəni doğuran səbəb və şərait, onun təqsir baş verməsinin əsas təqsiri olan vəzifəli şəxslərin adlarını çox cəsarətlə çəkildi və elə buna görə də müəyyən təqiblərə də məruz qaldı. Əli Ömərovun Xocalı Deputat İstintaq Komissiyasındakı fəaliyyəti elə başa düşmək olar ki, və elə qəbul eləmək olar ki, Azərbaycan tarixçiliyində qalacaq, Azərbaycan Respublikasının dövlət tarixçiliyində qalacaq. Və ədalət naminə qeyd edək ki, həmin zaman Deputat İstintaq Komissiyası çox səmərəli fəaliyyət göstərmişdi və hadisələrin təkcə xronologiyasını müəyyənləşdirməklə kifayətlənməmişdi. O hadisələrə siyasi qiymət vermişdi və Əli Ömərov həmin komissiyanın məsul katibi kimi Milli Məclisə məruzəni təqdim elədi. Hesab edirik ki, həmin məruzə uzun müddət təkcə Azərbaycan yox, dünya tarixçiliyinin tarixində genosid aktı ilə bağlı araşdırmalar aparan hər bir tarixçi üçün çox zəruri bir material olacaq.
Azərbaycan cəmiyyətinə nəyi göstərdi? Əli Ömərovun siyasi karyerasında Azərbaycan cəmiyyətinə onu göstərdi ki, Azərbaycan Respublikası kimi demokratik ənənələri mükəmməl olmayan bir ölkədə, demokratik ənənələri kamil olmayan bir cəmiyyətdə səmimi olaraq siyasətçi olmaq mümkün deyil.